vacib olan atributları qorumalıdır və gələcək nəsillərə çatdırmalıdır. Hansında ki, negativlik görür, hər birimiz ayrı-ayrılıqda. Mən deməli deyiləm ki, mən eləməyim, məndən sonra kimsə gəlib eləsin. Hər kəs öz üzərinə düşən, Fuad müəllim dediyi kimi, vəzifəni vaxtında yerinə yetirsə, mən elə gəlir ki, onsuz da bizim xalqımız çox gözəldir. Xalqımızın inkişafı da çox şükürlər olsun. Bugün çox gözəl gedir, doğrudan da. Və bu daha da yaxşı mənada inkişaf edər. Biz indi Ayazın ifasını böyük məmnuniyyətlə dinləyəcəyik. Gelmişəm ey təbib dərdimə dərman edəsən. Gelmişəm ey təbib dərdimə dərman edəsən. Gəlməmişəm gözəliyəm bağrımı alqan edəsən. Görmüşəm ay yüzünü eşqinlə məcnun olmuşam. Görmüşəm ay yüzünü eşqinlə məcnun olmuşam. Sen yine isterim eşkimi dastan edersen ayağım. Bir leyli gözlünün oduna yandım, bir leyli gözlünün oduna yandım. Saralıp soluram beğenmirmenim, saralıp soluram beğenmirmenim. Bir dəfə çevrilip yana baxanda, bir dəfə çevrilip yana baxanda, yüz ilham alıram beğenmirmenim. Yüz ilham alıram beğenmirmenim. Mənə əl eyləyir çağırır özü, çatılır qaşları, süzülür gözü. Mənə əl eyləyir çağırır özü, çatılır qaşları, süzülür gözü. Verdiyi bədəli, dediyi sözü yadına salıram beğenmirmenim. Verdiyi bədəli, dediyi sözü yadına salıram beğenmirmenim. Ey yüz ilham alıram beğenmirmenim. Bilip danışmayır o dilber sonam, bilip danışmayır o dilber sonam. Ettiğim cefalar yetişmir ona, ey ettiğim cefalar yetişmir ona. Özgesi çor deysə can deyir ona, özgesi çor deysə can deyir ona. Mən qurban oluram beğenmirməni, ey mən qurban oluram beğenmirməni. Mənə əl eylə
qaşları, süzülür gözüme. Mənə eləyir, bana çağırır özü, çatılır qaşları, süzülür gözü. Verdi bədəni, dediyi sözü, yadına salıram, bəyənmir məni. Verdi bədəni, dediyi sözü, yadına salıram, bəyənmir məni. Ey mən qurban oluram, bəyənmir məni. Saralıb soluram, bəyənmir məni. Ey güzel hamalıram, bəyənmir məni. Bravo. Teşekkür edirik. Ne etdiysə bəyənmədi ki, bəyənmədi. Amma ifanız bəyənildi. Kamil xanım, ümumiyyətlə şəxsiyyət və onun mənəvi keyfiyyətləri bu bizim ədəbiyyatımızda da hər zaman gündəmdə olan mövzulardan biri olub. Çox maraqlıdır. 200 il əvvəlin şəxsiyyət meyarları və müasir dövrümüzün şəxsiyyət meyarları. Böyük mü fərq var arasında? Təbii ki, elə dediniz ki, 200 il. Bəli. Bunun özü bir tarixdir. Bayaq Fuad müəllim də danışanda orada da qeyd etdi ki, tarixi amil. Bəli. O inkişaf. İstər-istəməz, əgər biz 200 il bundan qabaqki şəxsiyyət olduğu kimi olsaydıq, onda belə çıxır ki, biz daim danışırıq şəxsiyyətin inkişafından. Onda demək ki, biz heç inkişaf etməmişik. Mən bu sözü deyə bilmərəm. Bəli. Əlbəttə ki, inkişaf var. Daimi irəliyə gedir, biz tərəqqi edirik. Bayaq da qeyd etdiyimiz kimi Avropalaşırıq, yeni-yeni nələrisə götürürük, yeni meyarlar əldə edirik, yeni mənəvi keyfiyyətlər əldə edirik. İntellektual cəhətdən inkişaf edirik, şəxsiyyət bütövləşir, daha da inkişaf edir. Amma təbii ki, elə şeylər var ki, o milli mentalitet baxımından düzdür, bəzən görürsən ki, narazılıqlarımız olur, yəni bu belə olmalıdır, bu elə olmalıdır. Tənqidi fikir həmişə olmalıdır. Bilirsiniz, amma bəli, buyurun. Devam edin. Bilirsiniz, müasir dövrümüzdə, Fatma müəllim, bir razılaşarsınız bizimlə yox, adın çox şey pulla ölçülür də. Amma pulla ölçülməyən bir sıra amillər var. Değil mi? Yəni Əlbəttə. bilirik ki, onun müəyyən amilləri siz bilirsiniz və istəyərdik ki, açıqlayasınız. Ən azından 3 amil bilirik ki, var. Məmnuniyyətlə. Mən bilirəm ki, siz onları bilirsiniz. Amma gəlin açıqlayaq. Bəli. Qoy tamaşaçılarımız da Nədir eşitsin. pulla ölçülməyən? Çünki bu elmi həqiqətdir və həyatdan gələn həqiqətdir. Həqiqətən, bilirsiniz, təəssüf olsun ki, bu həyatda çox şey pulla alınır, pulla satılır. Və bir sıra adamlar var ki, təəssüf ki, pulu əsas məqsəd kimi başa düşürlər. Amma pul məqsəd olmamalıdır. Pul vasitə olmalıdır ki, insan inkişaf eləsin, insan kamilləşsin, insan ailə qursun, insan cəmiyyətə xidmət etsin, insan öz daxili qüdrətini, qüvvəsini paylaşa bilsin cəmiyyətlə. Bəli, bunlara da pullar lazımdır. Amma 3 şey var ki, həqiqətən heç bir pul alınmaz. O nədir? O həqiqi dostluqdur, o həqiqi məhəbbətdir və o yüksək ruhi mədəniyyətdir. Yəni, əqli və mənəvi mədəniyyət. Mən bunu xüsusilə vurğulayıram. Çünki bizim cəmaatımızın çoxsu hələ də Sovet dövründən mədəniyyət haqqında olmuş, qalmış təsəvvürdən ayrıla bilmir. Biz deyirdik ki, maddi və mənəvi mədəniyyət. Biz deməliyik ki, ruhi və maddi mədəniyyət. Niyə? İnsan ibarətdir cisimlə ruhdan. Ruh ibarətdir ağılla hisslərdən və hissləri idarə edən ağıldır. Biz deyəndə maddi və mənəvi mədəniyyət, əqli mədəniyyət nəzərdən kənarda qalır. Və bu şərqə məxsusdur. Bu Platondan gələn bir şeydir ki, şərq xalqları Platonu qəbul edib. Aristotel isə bambaşqa mövqedə oldu. Baxmayaraq ki, Aristotel Platonun tələbəsi idi, deyirdi ki, Platon mənim dostumdur, amma həqiqət ondan dəyərlidir.
Həqiqət nədir? Həqiqət odur ki, insanın ruhu ibarətdir ağılla, Bəli. hisslərdən. Bəli. Bax, bunu çox vacibdir bilmək. O ki, qaldı dostluğa, dostluğun 3 əsas səviyyəsi var. Bəli. Birincisi söz dostudur. Bugün sənə deyir, cancıgər, necəsən? Sabah bir balaca vəziyyət ağır oldu, heç izin tozunu da görmürsən. Bəli. İkinci səviyyə, maraq üstündə qurulmuş dostluqdur. Bugün sənin müəyyən bir vəzifən varsa, pulun varsa, başında nə qədər o dırnaq arası dostlar var. Sabah sən bunların sahibi olmadığın bir zamanda, əgər qazanmısansa, həqiqi bir-iki dost səndən qalacaq. Bəli. Və nəhayət üçüncü səviyyə var ki, o ürək dostudur, o həqiqi dostdur. Bəli. O Allahdandır. Bəli. O insanın mədəniyyəti ilə bağlıdır. Ürəkdən gəlir, ağıldan gəlir və orada heç bir təmənna yoxdur. Bəs necə müəyyən etmək olar ki, bu həqiqi dostdur yoxsa yox? Onu zaman Siz də göstərir. deyin. Zaman. Bəli, siz Buyurun. buyurun. Buyurun, Buyurun, Fatma, xahiş sözü edirəm. deyin sonra. Kəmə xanım dinləyək. Fuad müəllim də gözəl deyir. Bəli. Hər şeyi bəzən zamanın ixtiyarına buraxmaq lazımdır. Zaman bəzən elə şeylər olur ki, heç vaxt insanın ağlıya gəlməyən bir şeyi zaman çox gözəl həll edir. Bəli. Tutaq ki, dostluqdan biz danışırıq. Əslində, mənim bəlkə də şəxsi fikrimdir, dost çox ola bilməz. Əsl dostdan gedir söhbət. Bu, şəxsi qarşılıqlı münasibətlərin tipləri var. Biz onu ayranda belə ayırırıq. Tanışlıq, yoldaşlıq, dostluq, sonra ailə münasibətləri. Mən o yoldaşlıqla dostluq arasında bir yaxın yoldaşı da əlavə eləyərdim. Çünki çox vaxt biz o yoldaşlıq, dostluq, sadəcə o yoldaşıq, yoldaşdan biraz irəlidir, amma dost da deyil. Biz onların hamısına dost deyirik. Xüsusilə də bizim cavanlarımız, indi onların deyərdim ki, bəlkə o qədər hələ tam şəkildə yaxşı pisə aydınlaşdıra bilmirlər. Elə bir balaca fikirləşirlər ki, bu mənə yaxındırsa, Fuad müəllim dediyi kimi bəlkə də məqsəd var. Çünki insanlar bəzən psixoloji maskalar deyirlər. O maskaları Bəli. elə məharətlə, Bəli. elə məharətlə Tanımaq olmur. geyinirlər ki, sən onu heç belə aydınlaşdıra bilmirsən. Hər an sənin yanındadır. Sadəcə fikirləşir ki, Nərgiz xanım falan işlərimdə mənə lazım olacaq. Amma 40 gündən Bəli, sonra hər an Nərgiz xanımın İstifadə güya ki, edir. yanındadır. Amma sonradan elə olur ki, əsl dostu ya dar gündə, ya xoş gündə. Çox adam deyir dar gündə. Yox, təkcə dar gündə, yox, xoş gündə. Və bilirsiniz ki, gözlər ürəyin aynasıdır. Bəli. Bunu ədəbiyyatçılar belə deyir. Psixoloqlar da isə biraz başqa cür deyir ki, hissləri açıqlayan gözü olmasaydı qəlb məzarlığa çevrilərdi. Doğrudan da o insanın gözünə bax, o insanda nə hiss, nə varsa daxilində və bir balaca təbii ki, sənin də onu oxumaq bacarığın olmalıdır. İntellektual. Bəli, onu oxuyunla və sən xoş bir xəbəri gəl ona de, xoş bir xəbəri. İndi xüsusilə də hələ belə bir şey ola bilər ki, ikiniz də tutaq ki, eyni yerə bir sənəd vermisiniz və yaxud da ki, bir yer var, Bəli. ikinizdən biriniz keçməlisiniz. Və gəlir deyirsiniz ki, Kamil xanım, mən keçdimi? Və onda Kamil xanım gözlərinə baxın, necə olacaq? O izdə, dildə deyə bilər ki, Fuad müəllim dediyi kimi, aha, nə gözəl, bir hələ sizi təbrik eləyəcək, əllərimizi çıxacaq, nə eləyəcək? Amma görürsünüz ki, sifət tamam dəyişdi, gözlərin rəngi dəyişdi. Buna görə qınamaq olarmı həmin o? Xeyr, qınamaq olmur. Əgər əsl dostdursa, Nərgiz xanım, etməməli söhbət burada dostluqdan gedir. Əsl dostdursa. Bəs biz bayaq nə dedik? Bəli. Dostluqda təmənnə Bəli. olmamalıdır. Bəli. Və əksinə sevinməlidir ki, yaxşı ki, o üçüncü adama qismət olmadı. Mən keçə bilmədimsə, heç olmasa Nərgiz xanım keçdi. Bunu fikirləşmək lazımdır. Və dar gündə, ona görə bu ikisinin vəhdətində, o sınaqdan, tarixin sınağından çıxan insanlar deyirlər də, hər kəs o ələkdən keçə bilirmi? O sınaqdan keçə bilirmi? Bəzən insanlar yəni ondan şikayətlənirlər ki, əsl dost yoxdur, həqiqi dost yoxdur. Xeyr. Bəlkə özü insan dost olmağı bacarmır. Bu da, Səbəbdir bəli, bu da var. Dost Bəli. olmaq üçün dost bir tərəfli olmalı deyil. Mən hər şeyi səndən gözləyim. Bəli. Bəs mən özüm necə hərəkət edirəm? Bəli. Onun, mən lazım olan anlarda onun yanında ola bilirəm. Bəs mən niyə görə deyirəm ki, əsl dost çox ola bilməz, yaxın yoldaş ola bilərsən. Bəli. Çünki əsl dost odur ki, hər gün bir-birindən hər an xəbər tuta biləsən. Mümkündürmü bu? Gəlin açıq bir gün reallığını fikirləşək. Müasir dövrdə iş, güc, o birisi və s. İnsan hamı ilə eyni şəkildə tanış ol, vəziyyəti bilə bilərmi? Hər an onun yanında ola bilərmi? Hər anında. Ona görə də o yaxın yoldaş ola bilər. Amma dost deyirsənsə, sən də onu necə ki o səndən gözləyir. Gözləmələr var. Ünsiyyətdə yenə də biz istərsiniz hər an qaydırıq ünsiyyətə. O gözləmələr var. Bir-birimiz rol gözləmələri var. Bəli. Bir-birimizdən nə gözləyirik? Konfliktlər, narazılıqlar nə vaxt yaranır?
Mən fərz edin Nərgiz xanımdan gözlədiyimi başqasından gözləmirəm. Tutaq ki, xəstələnirəm, əgər yaxınamsa ona, Bəli. heç kimin hamı mənə zəng vurur. Amma mən o zəngin içində bir zəng axtarıram. Bu zəng gəlmir, yoxdur. Və mən Nərgiz xanımdan inciyirəm, küsürəm. Çünki ondan onu gözləyirəm. O rollar bir-birindən düz gəlməyəndə Bəli. başlayır inciklik, küsməklik Konflikt və s. və Sonra da soyuqluq yavaş yaranır o şəxsiyyətlər arada, arası bəli. münasibətlərin səviyyələri var. Yavaş Soyuq. münasibətlər. Bir gün görürsən ki, artıq o insanı itirdin. Və çox Yoxdur qəribədir həyatında. ki, bir Bəli. şey də var ki, burada mən bunu da demək istəyirəm. Buyurun. Bəzən insanlar, hamımız qəribə məxluquq, yəni mən özümü də ayırmıram, hamımız insan olaraq, itirəndən sonra onun qədrini bilirik. Bəli. Və təəssüf edirik ki, kaş təzədən o mənim yanımda olaydı, mən bu etdiklərimi etməyəcəm. Onu da etmək mümkün olmur Bəli, çox vaxt. ona görə də mən hamıya demək istəyirəm ki, bu Əlimizdə olanları məhkəmə əlimizdə olanları, Allahın Tanrım bizə bəxş etdikləri, o gözəllikləri, o insanlığı, o münasibətləri Qorumaq qoruyaq, lazım. saxlayaq və çalışaq ki, onlardan bizə yaxşı olan şeylər götürək və eyni zamanda özümüz də onlara verək. Mən hiss Onu edirəm ki, istədiklərini. bəli, Ayaz çox diqqətlə dinləyir və bundan sonra dostlarım yavaş-yavaş seçib seçməliyəcək ki, hansı həqiqi dostdur, hansı həqiqi dost deyil. Və ümumiyyətlə Cabir Novruzun da bizim milli şairimizin belə bir sözü var ki, sağlığında qiymət verir insanlara. Dostluğa da və səninlə dostluq edən insanı gərək vaxtında qiymətləndirəsən. Bəli. Onun sənə qarşı olan yaxşı münasibətini, Bəli, o müsbət münasibətini vaxtında qiymətləndirəsən ki, sonra yəni onun Peşman. peşmançılığını çəkməyəsən. Fayda vermir. O itirmək məqamına gəlmişkən, niyə doğrudan da belə bu həyatın yazılmamış qanunudur yəqin ki, Fuad müəllim. Bəli, bəli. Və bilirsiniz, xüsusi elə bir söz də var ki, deyir, insan quyu quruyandan sonra suyun qədrini bilir. Görürsünüz nə Bəli, dərin? səhrada olanda suyun qədrini. Bəli, bilir. bəli. İnsan quyu heç səhra da olmasın. İnsan quyu quruyandan sonra suyun qədrini bilir. Yəni hələ ki o quyu su verir, onun qədrini bilmir də, deyir, Bəli, təbii var bir da, şeydir bəli. də. Bəli. İndi görün bu insan cəmiyyətinə, insan münasibətləri mədəniyyətinə şamil olunanda nə qədər dərin sözdür. Tamamilə düzdür. Demək, Einsteynin belə bir fikri var, deyir ki, hərəkət hər şeydir, məqsəd heç nədir. Bəli. Bax, bu həmin şeydir. Demək, fikirləşirəm ki, ay Allah, görəsən mən gedib o nədirsə də, ya dostluqdurmu, ya və s. demək, kimləsə lap münasibət qurmaq istəyirəm. Ola bilər ki, mənim ona simpatiyam var, ya istəyirəm ki, onunla yaxın olum. Görürsən, o insan mənlə dost ola bilərmi? Və gəlirəm günlərin bir günü artıq o insan mənlə çox yaxşı münasibəti var, dostdur, istədiyim bir şey var. Amma başlayır adiləşir. Görürsünüz, məqsədimə çatdımsa, nədənsə o sənin əlində olanda elə bir sanki adiləşir. Və nə qədər ki çatmamısan, Bəli. o sənin üçün əl çatmazdır, sənin üçün idealdır. O ideal əlinə Stimulun düşəndə, var. bəli, stimul var, hərəkət edirsən, mübarizə aparırsan, bütün yollardan keçirsən. Sən gəlib əlinə çatanda adiləşir. Və ona görə də əlimizdə olanları, bayaq dediyimiz kimi, münasibətləri elə qurmalıyıq ki, özümüz də özümüzü təhlil etməliyik. O sosial psixoloji refleksiya deyilən bir şey var. Hər bir insan refleksiya sözündən götürülüb geriyə dönmə, geriyə baxma deməkdir. Hər birimiz heç olmasa axşam olanda bir 5 dəqiqəlik Hesabat verməliyik. özümüzə hesabat verməliyik. Mən bu gün nə etdim? Kimə nə etdim? Nələr öyrəndim? Tutaq ki, ziyalıyıqsa, elm adamıyıqsa, təbii ki, hər bir insan hər gün ən azından bir-iki kitab vərəqləməlidir. Mən belə fikirləşirəm. Bu ən azından ziyalılar üçün mənə elə gəlir ki, tələbat olmalıdır. Başqa cür ola bilməz. Özünü Və- təhlil etməklə bəli. yanaşı, çox üzr istəyirəm, sizin sözünüzə qüvvət belə bir şey əlavə eləmək istəyirəm. Yəni ki, özünü təhlil etməklə yanaşı insan başqasının deyir həyatına baxıb ondan nəticə götürən insan Təbii. xoşbəxtdir. Belə Təbii, bir təbii. deyim var, belə bir Bəli. ifadə var. Bəli. Bəli, təhlil də ona gedir. Daha çıxır çox da. Birinci başqalarının mən- səhvlərinə Bəli, baxıb. mən nə bəli. elədim? O başqalarına baxıb və mən o səhvi təkrar etməmək. Etməmək. Bunlar da var. Bəs bütövlükdə təhlildən gedir söhbət. Bəli. Və o təhlil edərək ağlın tənqidiliyi deyilən bir şey var. Öz tənqidi ağlımızla özümüzdə olan neqativ keyfiyyətləri aradan qaldırmağa çalışmayıq. Və insanlara münasibətdə də bu düzəlir. Tutaq ki, dostumuzdur. Ola bilər ki, xətrinə dəydik. Oturub gəlib fikirləşməliyəm. Mən nəyi səhv etdim? Niyə etdim ki, o mənə qarşı bu gün soyuqluq etdi? Amma bəzən insanlar üzərinə bəraət qazandırmağa Adekvat çalışırlar. qiymət verə bilmirlər. Bəli. Obyektiv qiymət verə bilmirlər. Çünki Birinci fikirləşirlər ki, niyə etdim, sonra deyirlər ki, hə, yox, düz elədim. Obyektiv yanaşa Bəli. bilmirlər də. Bəs insanlarda nədir? Bu gəlir çıxır Bəli. nəyə? Özünü dərk etməyə. Bəli. Sokrat nə deyirdi? Ey insan, özünü dərk et. Özünü dərk etsən, kainatı, dünyanı, ətrafı, Bəli. insanları dərk edə bilərsən. Və bizim bir problemimiz var ki, özümüzü tam düzgün dərk edə bilmirik. Həqiqətən də özümüzü dərk edə bilməyəndə obyektiv yanaşma da düzgün olmur. Çünki bunlar bir-biri ilə bir avəstə bağlı olan Tamam oldu, məsələlərdir. bəli. Və Buyurun. siz tamamilə doğru buyurdunuz ki, insan gərək həmişə öz hərəkətlərini, öz sözlərini, öz münasibətlərini, öz əməllərini, öz şəxsi psixoloji nəzarəti altında saxlasın. Mütləq. Və siz deyənləri Platon hələ o zamanlar deyib ki, hər bir mədəni insan gecə
məsələn iş günü qurtardı, yatanda düşünməlidir ki, mənim günüm bugün necə keçib? Mən bugün bir səhvə yol verməmişəm ki, mən bugün kiminsə xətrinə toxunmamışam və mən bugün hansı gözəl bir işi eləyə bilərdimsə, onu eləməyib şansı itirmişəm. Ki ondan bir nəticə çıxarıb, sabah insan kamilləşsin, daha düzgün hərəkət edəsin. Bəli. Kaş ki biz hər birimiz bunu icra edə bilsək həyatımızda. Mən də gəlir ki, insanın özünü tənqiddən uzaqlaşdıran bilavasitə kimlərinsə onu tərifləməsidir. Əgər obyektiv tərif üçün əsas varsa, Bəli. hökmən tərifləmək lazımdır. Bəli. Hökmən. Çünki o Ruh qiymət verir verməlidir. təbii. Qiymət Amma verilməlidir. eyni zamanda negativ hallar da varsa, səhvlər varsa, yumuşaq formada, o yumuşaq formada, mədəni formada, nəzakətlə onu da deyib göstərmək lazımdır. Çünki yoxsa siz demişkən də insan gedər uçuruma. Bəli. Düşmən ancaq bizim başımızı sığallaya bilər ki, ürəyində də fikirləşəcək ki, bu uçuruma gedir. Qoy mən bunun sürətini tezləşdirim, tərifləyim, biraz da ürəkli getsin. Bəli. Kamil xanım, biz bilirik ki, siz ədəbiyyatla çox belə yaxından maraqlanan bir insansınız. Psixoloqdan biz bir şeir almağa çalışacağıq bu səhər vaxtı. Bilməm nə dərəcədə alınacaq bu bizdə ya yox. Nə gözəl. Mənə gəl yerinə düşərdi. Həqiqətən gözəl olar. De necə uzaqlaşım, qaçım mən səndən. İçimdən boylanıb baxırsan mənə. De mən hara gedim bu yer üzündən. Mənim hər izimdə kölgəsən mənə. Yəni burada bəzən sevən insanlar bir-birindən qaçmaq, uzaqlaşmaq istəyirlər. Bəli. Amma nə yazıq ki, insanın hara gedirsə özü, öz qəlbi onu ilə gedir. Təbii insan Yəni o özünü istənilən, özü ilə aparır. bəli, özünlə Hara getsə apara də. bilərsən. Bəli. Harda olursan ol, Bəli. yenə də o səninlə gedəcək, səni Məkanın incidəcək. dəyişməsi Bəli, köməklik göstərməyəcək tamamilə insana. düzdür. Bəli. Stanovkanı dəyişmək lazımdır, münasibəti dəyişmək lazımdır. Biz Və sizin bəli. Seyid Əzim Şirvanidən Bəli. siz bayaq dediniz Bəli, ki, bəli. mənim elmi işim Seyid Əzim Şirvanisində etnik psixoloji xüsusiyyətlərin əks etdirilməsi problemi olub. O ünsiyyətlə bağlı bayaqdan deyirik ki, Buyurun, ünsiyyətin təsiri, onun bilirsiniz ki, oğluna nəsihətləri çox olub. O, bu ünsiyyətin insanın necə dəyişdiyini, necə təsir etdiyini, kimlə oturub durması, hansı mühitdə olmasını bilirdi təbii ki. Və oğluna nəsihətən belə bir söz, şeir deyib, ey oğul tutma nanəci bir yaxu, türküdə bir məsəldir bu. At yanına bağladın ki ya bu, rəngi bir olmasa olur xəmru. Xubəzir istəbi insana, babədən kəmnişin bədmani. Bu da fars dilindədir. Tərcüməsi ondan ibarət ki, deyir insanın təbiəti alışandır. Bəli. Yəni pis insanlarla az otur ki, Bəli. sən də alışarsan və yaxud da səni də pis bilərlər. Çünki belə bir söz var, deyir ki, dostluğu göstər, deyil necə insansın. Doğrudan da belədir ki, hər bir insan düşdüyü mühitdə, oturduğu, ətrafında olan insanlarla ya o dostu sən qəbul etməlisən, ya o dost sənin xarakterində olmalıdır. Sənə uyğunlaşmalıdır, motivlərin, maraqların üst-üstə düşməlidir. Ya sən onu, əks halda sizinki tutmayacaq. Demək ki, siz bir yerdəsizsə, sizdə nəsə ümumi bir vahid bir istiqamət var ki, sizi birləşdirir. Düz deyirsiniz. Yəni, ya dostluq eləmək lazımdır, əgər görürsən ki, mənfi cəhətlər var, sən öz üzərvə məsuliyyət götürməlisən ki, Bəli. onu dəyişəsən, şəraiti dəyişəsən, onu dəyişəsən, ya da olduğu kimi qəbul edəsən. Qəbul Bax etməlisən, belə. bəli. Şükrəyən dinləyəcəyik indi, Rəmi sənin ifanda ayət. İfadə etmək istəyirəm Bəli. bu gözəl əsəri, Emin Sabitoğlu'nun möhtəşəm əsərini belə qeyd etmək istəyirəm. Bəli. Bir neçə bizim böyük sənətkarlarımız İfadə, ifadə edən Azər Zeynalov başda olmaqla. Bəli. Amma istəyirəm bu dəfə mən sovqat tamaşaçıları üçün, həm də siz hörmətli qonaqlar üçün ifadə Çox sağ olun. Buyurun, Sağ olun. dinləyirik. Bir gül sen dermişem gençlik bağından, bir gülü çiçeği dermerem sensiz. Kemaldım ömrümün oğlan çağında, bir bağa bahçaya girmerem sen
sensiz. Bir gül sen dermişem gençlik bağına, bir gülü çiçeği dermerem sensiz. Kemaldım ömrümün oğlan çağında, bir bağa bahçaya girmerem sensiz. Şükriye taleyim, şükür Hudaya, gördüğüm doğru mu yoksa bir rüya? Dolu yüreğime bu dadlı hülya, yaşayabilmerem bir kere sensiz. Şükriye taleyim, şükür Hudaya, gördüğüm doğru mu yoksa bir rüya? Dolu yüreğime bu dadlı hülya, yaşayabilmerem bir kere sensiz. Seninle gezerem elden elemem, bataram çıkaram selden silemem. Düşerem ağza dilden dilemem, yaşayabilmerem bir kerem sensiz. Seninle gezerem elden elemem, bataram çıkaram selden silemem. Düşerem ağza dilden dilemem, yaşayabilmerem bir kerem sensiz. Şükriye taleyim, şükür Hudaya, gördüğüm doğru mu yoksa bir rüya? Dolu yüreğime bu dadlı hülya, yaşayabilmerem bir kere sensiz. Şükriye şükür Hudaya, gördüğüm doğru mu yoksa bir rüya? Dolu yüreğime bu dadlı hülya, yaşayabilmerem bir kere Gözlerim her akşam aktarır seni, yüreğim yollardan kayıtmır yine. Sensiz dalgalardan tanımır beni. Neyleyim yüreğim hiç yatmır ebe. Faiz geldi uçtu gitti kuşlar, sen de gittin bak yandı yarışlar. Faiz geldi uçtu gitti kuşlar, sen de gittin bak yandı yarışlar. Faiz geldi garip oldu deniz, bu denizin gözü yaşlı sensiz yar. Bu denizin
Güşələr, döngələr izindən qalır. Yarpaq pıçıltısı sənin səsindir. İşıqlar zil qara gözündən qalır. Bu həzin xatirə mənim bəsimdir. Payız gəldim, uçdu getdi quşlar. Sən də getdin, bax yağdı yağışlar. Payız gəldim, uçdu getdi quşlar. Sən də getdin, bax yağdı yağışlar. Payız gəldi, qərib oldu dəniz. Bu dənizin gözü yaşlı sənsiz yar. Bu dənizin gözü yaşlı sənsiz. На нашей улочке вечером темно. Волшебным фонарем светится окно. И каждый вечер мне дарят рассвет. Когда мелькает белый свет, как не смогли уговорить меня побыть вдали от этого огня. Нет, не смогли уговорить меня побыть вдали от этого огня. Я не веду, а видом горький шаг. Я жду тебя, как парус ветра ждет. Я жду тебя, как парус ветра ждет. Я жду тебя, как парус ветra ждет. Bu denizin gözü yaşlı sensiz. Təşəkkür, bravo. Maşallah, maşallah. Çox gözəl, maşallah. Çox böyük əhval-ruhiyyə yaratdınız, minnətdarım. Bu cür gözəl ifadən sonra biz Ayaz, məhəbbətdən danışmasaq yəqin ki, günah olardı, hə? Məhəbbət mövzusu məncə ən geniş mövzulardandır. Bəli. Ona görə də danışmağa dəyər. Tükənməzdir, Heç bir doğrudur, zaman bəli. bitməyən, tükənməyən. Və hər kəsin bəyəndiyi bir mövzudur. Məhəbbət Kəmlə xanım, bioloji tələbat olmaqla yanaşı, həm də Fatma, mədəniyyətdir və məsuliyyətdir desək, yəni ki, Məhəbbət, bəli. əlbəttə. Özdə ki, mən sizə deyim ki, bax, Kəmilə xanım o haqda dedi ki, müəyyən insan qarşısına bir məqsəd qoyursa, o yolda, o Einstein demişkən də, prosesin özü, o hərəkət, ona qüvvə verir, onun üçün ilham gətirir və ilaxır. Amma çox vaxt insanlar məqsədə çatanda bir qədər emosiyaları soyur. Məhəbbətin mədəniyyəti də ayrı bir şeydir. Yəni məhəbbətdə çox vacibdir ki, düzgün münasibətlər qurmaq və məhəbbət həmişə bayram olmalıdır. Həmişə. Əgər o adiləşərsə, o da insanlardan asılıdır. Onda onun məhəbbəti çıxıb gedəcək və məhəbbət orada bitəcək. Amma əslində belə də deyirlər ki, get-gedə yəni adiləşməlidir hər şey. Yəni məsələn, məhəbbətdə O insandan asılıdır. Eləmi? Bəli. Niyə adiləşməlidir? Maraqlıdır. Adiləşməyə də bilər. Əlbəttə, Əgər insandan insan asılıdır. bir-birini sevirsə, əlbəttə ki, ona qovuşmaq istəyirsə, indi biz məhəbbətin bir tərəfindən danışmayaq. Məhəbbət növləri çoxdur, bilirsiniz ki. Evlada olan məhəbbət var, anıya olan məhəbbət, vətənə olan məhəbbət, əks cinsi olan məhəbbət və s. Yəni çoxdur bunların. İndi burada hansı məhəbbətdən təbii ki, birinci söhbət gedir. Əgər əks cinsi olan məhəbbətdən gedirsə, təbii ki, sən o insana qovuşmaq üçün hər şeyindən keçirsən. Bax, çox maraqlıdır. Amma gəlib o insana yetişəndən sonra Fuad müəllim dediyi kimi azalır. Başlanır azalma getməyə, məhəbbətdə azalma. Demək ki, bu mənim bəlkə də şəxsi fikrimdir. Mən biraz da bu atraksiya ilə bağlı maraqlandığım üçün əsl məhəbbət azalmamalıdır. Azala bilər biraz, necə azala bilər? Evlada ola bilər və s. Amma digər mərhələlərə keçməlidir bəli, amma o hörmətlə əvəz oluna bilər. Bəli. Azalmaq belə götürülə bilər də. Məhəbbət hörmətə keçə bilər. Ondan əvəz oluna bilər. Burada da yenə azalma getmir. Çünki baxırsan ki, 10 il, 15 il, 20 il bir ailədə yaşayırlar və bir-birini sevən insanlardır. O məhəbbət eyni vaxtda, mən fikir verirəm, yəqin ki, Fatma sözümü təsdiq eləyər, o insanların arasında söz-söhbət ola bilər. O demək deyil ki, Əbdülazadənin professorumuz gözəl bir sözü var, deyir ki, o ailə deyil ki, orada söz-söhbət olmasın. Təbii ki, xırda söz-söhbətlər ola bilər. O daha da onu şirinləşdirməlidir. Düzdürmü? Amma bu o demək deyil ki, o təhqir səviyyəsinə çatsın. Bir-birinə artıq müəyyən sözlər desin, qəlbini incitsin. Güzəran psixologiyasında belə bir söz var, deyir ki, küsəndə elə küs ki, barışanda üzün olsun. Yer qoymaq Yəni, bəli, o sözü elə deməlisən ki, o onu incitməsin, qəlbinə dəyməsin. Çünki istər-istəməz biz nə qədər də inkar etsək, bizim şuurumuz var, düşüncəmiz var, bir də şuuraltı deyilən bir şey var.
Və hər bir kəs dünyaya gəldikdən sonra o şuuraltı işə düşür, şəxsi şuursuzluq. Bəli. Və deyilən o sözlər bir yavaş orada yığılır özü üçün. Düzdür. Və yenidən sən onunla ola bilər barışmısan, hər şey qaydasında. İkinci dəfə yenə küsəndə bəli. istər-istəməz onlar çıxır. Şiddətlənir. Bəli, bu şiddətlənir və bu insanlar arasında belə yavaş-yavaş aralanma və bir gün görürsən ki, sən otağın o küncündəsən, o da artıq başqa bir qütbdədir. Və bu qütbü birləşdirmək çox təəssüf ki, mümkün olmur. Bəli. Qırılan, yəni elə bir ki, bir nəsə ortada qoymuşuq Güzgü qənd kimi, qabı, ayna bəli, güzgü kimi. kimi. Onu nəsə yapışdıra bilərsən. Yenə Elə hiss sadəcə- olunacaq onu Amma hiss yapışdırmaq. olunacaq ki, Bəli. burada nəsə bir qırıq var. O insanın qəlbi də elədir. İnsan qəlbini qırdıqda, Düz. insan qəlbini Doğru. düzəltmək heç çox çətin olur. Və insanlara mən Mümkün onu deyil. demək istəyərdim ki, heç vaxt sevdiyi insanların qəlbini incitməsinlər. Elə belə hansısa küsməklik, inciklik ola bilər. Çünki bir də qeyd edirəm, mümkünsüzdür bu, olmalıdır. Bəli. Bəzən birinin sözü o birisinə başqa cür qəbul Bəli. edir və s. Amma adiləşdirməsinlər. O gözəl bir xanım vardı, o həmişə belə bir söz deyirdi ki, mən adiləşməkdən qorxuram. Qeyri-adi də olmaq istəmirəm. Nə qeyri-adi olmasınlar, Nə nə də bir-birini adiləşdirməsinlər. Bəli. Və fikirləşsinlər ki, hər an bu insan onun illərlə qovuşmaq istədiyi bir insandır. Bax, həmişə onu o yüksəklikdə saxlasınlar. O yüksəklikdən onu endirsələr, özləri də dərk etmədən o səviyyə düşürlər. Onlar fikirləşməsinlər ki, kimisə endirirlər aşağıda. Onlar yuxarıda qalırlar. Çünki insan münasibətdə bilinir. Əgər sən başqalarına yuxarıdan aşağı baxırsansa, heç də o demək deyil ki, sən yuxarıda dayanmısan. Əsl insan insanlara həmişə normal bir nöqtədən yanaşır. Yaxşı bir nöqteyi nəzərdən baxır ki, o insana insan olaraq yanaşır. Bax, bunu etmək lazımdır ki, məhəbbət azalmasın, çoxalsın. Fatma müəllim, bir çox Bəli. dərgilərdə, jurnallarda biz son zamanlar belə bir başlıqlara rast gəlirik də. Xoşbəxt olmağın 5 yolu, 10 yolu və yaxud 8 ən yolu. asan yolu. Amma mən biləni siz bilirsiniz onun formulu, saadətin və xoşbəxtliyin formulunu. Bəli, mənim ikinci kitabımda kulturologiya, effektiv həyat fəaliyyəti aparan Bəli. yol kimi o var. Amma orada çox bənd var, 21 bənd var. Deyilmi? Ən mühümlərini bəlkə deyək bu gün burada ifadə. Ən mühümü birincisi məhəbbət, dostluq və maddi rifah çox vacibdir. Amma mənim üçün şəxsən məhəbbət, dostluq ondan da irəlidir. Çünki maddi rifah üzərində, maddi rifah olmasa əlbəttə gərginliklər artır, problemlər artır. Nəysə də xasiyyətlər də ola bilər, toqquşsun filan. Amma eyni zamanda maddi rifah olduğu bir zamanda, məhəbbət, gözəl bir hiss olmadığı bir zamanda o maddi rifah bugün var, sabah olmaya bilər. Onda bütün o münasibətlər də, ailə də uzaq olsun, dağıla bilir. Amma məhəbbət, gözəl bir, güclü, Kamilə xanım danışdığı hiss kimi olsa, əksinə o insanlar üçün müəyyən bir motivasiyadır. Stimuldur ki, bunlar mübarizə aparsın ki, öz həyatlarını yaxşılaşdırsınlar. Və mən hesab edirəm ki, Kamilə xanımla tamamilə razıyam hər şeydə. Sadəcə olaraq hər bir görüş o şərt deyil ki, məsələn, həftədə bir dəfə, gündə neçə dəfə, amma o görüş əhval-ruhiyyəsi daşımalıdır və o görüş bayram kimi qəbul olunmalıdır qəlblərdə və ağıllarda. Bax, onda o məhəbbət daimə olaraq adiləşməyə yol verməyəcək. İnsanı bir-birində cəzb edən nədir Kamilə xanım? Yəni bu təbii ki, o xarici görünüş o ilk növbədə, amma bununla bitmir yəqin ki. Burada müəyyən Əlbəttə ki, psixoloji bu insanlarda atraksiya, insanı qavramasında atraksiya deyilən bir məsələ, yəni o cəzb etmədir. Oradan da maraqlı şey ki, niyə insanlar bir-birini cəzb edirlər? Nədən? Bəli. Burada çox faktor var. Düzdür deyirsiniz, o sizin dediyiniz o faktorlardan biridir. Xarici və daxili olmaq üzrə onu bölürlər. Burada var, elə sizin dediyiniz kimi fiziki cazibədarlıq ola bilər, məkan yaxınlığı faktoru ola bilər. Çünki birinci çox maraqlı ki, o fiziki cazibədarlıq insan birinci kimlə yaxın olmaq istəyir? İlk baxışdan heç tanımadığın insan, insanı görəndə ümumiyyətlə 3 şey birinci növbədə diqqət cəlb edir də. Birinci onun geyim tərzi, danışığı, fiziki sima. Sonradan o birisilər gəlir. Və çox maraqlıdır ki, fiziki cazibədarlıq onların içərisində birinci yerlərdən birini tutur. Amma təbii ki, heç də onunla bağlı deyil ki. Çünki ola bilər ki, kimsə fiziki cəhətdən onun hətta ideal olan bir insanla rastlaşa bilər. Amma bir müddət keçdikdən sonra dediyimiz kimi Fuad müəllim bayaqdan qeyd edir,
o Təəssüflənə bilər o mədəniyyət, insan, mənəvi bəli. aləm. Baxarsan ki, Allahım, bu cür insan, mənim illərlə axtardığım bir insanı bugün tapmışam, amma onun içərisi, onun o daxili aləmində sənin axtardıqların yoxdur. O mənəvi dünya boşdur və sənin mənəvi dünyandan, onun mənəvi dünyasında heç bir yol yoxdur, olmayacaq da. Və belə olanda insan inanın ki, nə bir vəziyyətə düşür, əslində oradan da psixoloqa müraciət etməli olur. Çünki elə bir vəziyyətdə olur ki, Elədir. artıq o çıxa bilmir. Bax, bu faktor var, məkan yaxınlığı faktoru var. Eyni yerdə yaşayan insanlar, eyni mühitdə yaşayan insanlar istər-istəməz daha çox bir-birini tanıyırlar. Daha çox bir-birinə münasibətli olur və bu da o dostluğun, yaxınlığın yaranmasına səbəb olur. Və sonra insanlarda emosional vəziyyət məsələsi var. Hər bir insan o atraksiyada çəkən amillərdən biri o emosional vəziyyət. Və mənim emosional vəziyyətim tutaq ki, bu gün necədirsə, hamıya baxanda elə bilirəm ki, hamının üzündən sevinç yağır. Əgər mənim daxilimdə aqressiya ilə gəlmişəmsə, elə bilirəm ki, hamı mənə aqressiv baxır. bəli. Yəni öz daxili aləmimdən yanaşıram və bu da insanları ya çəkir, ya uzaqlaşdırır. Bu faktorlar var. Sonra ünsiyyətdə nümayişgərانə stil var və s. bunlar qısaca deyim. Aristotelin bir yaxşı sözü var, deyir ki, o insan yaxşı insandır ki, o insan mənə həmişə kömək edir. Doğrudan da o insan bizə xoş gəlir. Gəlib deyir ki, bunu nə gözəl elədin. Və çox təəssüf ki, bəzən düzdür, biz onun daxili aləminə baxmırıq. Sonra o sözün səmiyyətinə fikir vermirik. Bəzən çünki axı boğazdan yuxarı sözlər də olur. Hansısa kiməsə xoş gəlsin və s. ki, ay bu nə gözəldir, nə yaxşıdır. Amma halbuki bu belə deyil. Əslində bunu mən mövzudan kənara getmək istəmirəm. Bəli. Burada o əsl dost sənin əslini deməlidir ki, tutaq ki, sən bugün televiziyada çıxış elədin. Necə idi? Əla idi. Amma orada sənin özvə desin. Cəmiyyət içərisində yox. Sənin özvə deməli ki, bu yaxşıdır. Sonra orada bir oxşarlıq var. Oxşarlıq nədir? Yenə də insanlar eyni şeyə baxanda, bayaq qeyd etdiyimiz kimi biri var kəsişir, biri var ki, paralel gedir. Əgər eyni nöqtədə bizim fikirlərimiz düz gəlirsə, o insanlarla sizin dostluğunuz davam edir, düzdürmü? Müsbət mənada tutaq ki, bir əsər oxuyursunuz, bir musiqi dinləyirsiniz. Məhəbbətin özündə bu mütləq var. Atraksiya, cəzb etmə olduğu üçün məhəbbət, bir-birini sevən insanlar nədə düz gəlirlər? Eyni musiqi dinləmək, eyni gözəl hava haqqında. Qiymətləri Bəli, necədir? bəli, onların dəyərləndirməsi, qiymətləndirmə meyarları məhz üst-üstə düşür. Müsbət mənada üst-üstə düşür. Bu dəyərləndirmə, qiymətləndirmə kəsişmədi. Nə qədər ki kəsişmir, o sizin dediyiniz kimi çox cütlüklər rahat gedir. Və günlərin bir gün o dəyərlər başlayıb kəsişəndə, sərvət meylləri fərqli olanda İstər-istəməz burada problemlər yaşanır. Və məsələn, ailədə bəzən görürsən ki, nevrozların yaranmasına səbəb olur hətta bu şeylər. İstirahət günü nevrozu deyilən bir şey var. Yəni bu meyarlar, qiymətləndirmələr üst-üstə düşməyəndə kişi deyir ki, yenə də xanımla bazar gündür də, indi bir yerdə olmalıyıq da, başqa zülüm mümkün deyil. Çıxış yolu yoxdur. Çıxış yolu yoxdur da, da iş yox, hara qaçsın, neyləsin? Bəli. Xanım da fikirləşir, yenə bu bazar günü gəldi. Evdədir. Nə eləyim? Kişi oturur ya televizorun qabağında, xanım da nə bilim bir iş gücünün başını qatışdırır ki, Bu artıq bunlar nəyin əlamətidir? Bunlar odur ki, bu insanlarda artıq formal olaraq bir ailədirlər. Bunlarda heç bir ünsiyyət, qarşılıqlı münasibət, məhəbbətdən söhbət gedə bilməz. Əgər məhəbbət olsaydı, qarşılıqlı münasibət olsaydı, onlar bir-birindən sözün əsl mənasında müsbət enerji ala bilsəydilər, onlar heç vaxt bir-birindən qaçmazdılar. O kimdən qaçırsan? O insanla bir yerdə oturanda o böyük bir nəzəriyyədir, Kurt-Lewin sahə nəzəriyyəsi deyilən nəzəriyyədir. Hər bir şeyin ən adicə əşyalar da özü enerji daşıyıcısıdır. Və hər bir insan, tutaq ki, mən Fuad müəllimlə burada oturmuşam, əgər uzaq olsun Fuad müəllim mənə negativ enerji yarısı, mənim ürəyim sıxılacaq burada ki, Allah, bircə bu vaxt qutaraydı, mən çıxıb gedəydim. Amma müsbət enerji alırsansa, necə ki bugünkü kimi bu gözəl əhval-ruhiyyədə heç bilmirik ki, vaxt necə gedir. Bu problematik məqamları düzəltmək mümkündürmü? Əlbəttə ki, həyatda hər şey mümkündür. Sadəcə olaraq Nərgiz xanım, mən bir də qeyd edirəm, hər bir insan bunu istəsin. İnsanın istəyi varsa, mənə elə gəlir ki, istəkdən sonra hər şey gəlir. Birinci növbədə istək olmalıdır. Əgər istək yoxdursa, heç nə alınmayacaq. Ona görə də bu səhər-səhər hamıya mən arzulayardım ki, daim yaxşı şeyləri istəyək. Qoy hər şeyə, hamıya gözəllik bəxş edək, yaxşılıq bəxş edək.